Məclis İnfo rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yaranıb. Onun bel və oynaq ağrılarından, həmçinin bədənində əmələ gələn şişlərdən əziyyət çəkdiyi bildirilir. Yaxınlarının sözlərinə görə Bakı İstintaq Təcridxanasındakı şərait və uzanan məhkəmə prosesi onun vəziyyətini pisləşdirib. Növbəti məhkəmə iclası noyabrın 4-nə təyin olunub. Azərsel noyabrın 16-sından etibarən Azərselim, bölgə, Gəncsim, hər yerə və bizimkilər tariflərinin qiymətlərini artıracaq. Yəni qiymətlər 2 manatdan 3 manat 89 qəpiyə yüksəldiləcək. Tariflərdə danışıq dəqiqələri 25-dən 40-a, internet həcmi isə 250 megabaytdan 450 megabayta qədər artırılacaq. Macarıstanın Xarici İşlər naziri Peter Siarto bildirib ki, Rusiya prezidenti Vladimir Putin Budapeştə səfəri zamanı həbs olunmayacaq. O vurğulayıb ki, Macarıstan Putini qəbul edəcək və onun təhlükəsiz qayıdışını təmin edəcək.